mövzularımız boldur ümumiyyətlə, hörmətli izləyicilərimiz. Biz AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasından başlamaq istəyirik. Yenə də bu iclasda maraqlı qərarlar, maraqlı çıxışlar oldu. Hətta UEFA və FIFA rəsmiləri də iştirak eləyirdi. Bu konfransda yenə də, bu iclasda yenə də Qurban Qurbanov iştirak eləmədi. Bu artıq onun 4-cü konfransdan, iclasdan kənarda qalmasıdır. Hətta sual verildi ki, Qurban Qurbanov nə məsələdir? Siz artıq neçənci dəfədir ki, mütəmadi olaraq AFFA-nın İcraiyyə Komitəsində iştirak eləmirsiniz. Təbii ki, Qarabağı ön plana çəkib ki, mənim komandamın oyun gününə təsadüf eləyirdi. Məşqdə ümumiyyətlə komandamın yanında olmalıydım. Öncədən demişdim AFFA rəsmilərinə, AFFA rəhbərliyinə üzrxahlığımı bildirmişdim. Amma qaydalara əsasən İcraiyyə Komitəsinin üzvü il ərzində 4 dəfə iclasda iştirak eləməzsə, bu artıq onun iclasdan, komitənin tərkibindən kənarlaşdırılması deməkdir. Qurban Qurbanov da təbii ki, bunu bilir, amma dedi ki, mən üzürlü səbəbdən iştirak eləməmişəm. Təbii ki, haqlı olaraq da burada hardasa məntiq var. Mən sizə bir sual verə bilərəm. İsmail Əkə, yəni bizim dildə İsmail müəllim. Özbəklər deyir, Əkə. Əlbəttə. Yəni pis söz demədim ki. Bilirəm. Deməli, Qurban Qurbanovu bu icra komitəsinə dəvət eləyəndə, yəni hər halda AFFA bilirdi ki, Qurban Qurbanov məşqçidir. Məncə bilirdi. Çünki bilmirdi ki, bu adamın işi çox olacaq. Bunlar elementar olaraq bu iclasları, qrafikləri quranda baxa bilmirlər ki, bu Qarabağın oyunlarının üstünə düşmür. Yaxşı, məntiqli. Yəni bu adamı, bilirsiniz necədir? Mən burada istəyirəm ki, gəlsin, tutalım da, Qara Qarayev gəlsin, hər oyun burada otursun bizi ilə. Amma indi sən mən cavab vereyim. Yox, mən sözümü deyim, Qara Qarayev otursun, amma yəni bu hal-hazırda oynayan futbolçudan söhbət gedir də. Yəni Qara Qarayev gəlsin bura, amma efirləri paslarını şeyə salıram, Qara Qarayevin oyun vaxtına salıram. Və o gələ bilmir. İndi sən deyirsiz. İcraiyyə Komitəsinin tərkibində, yəni təkcə Qurban Qurbanov və bir neçə nəfər, yəni 2-3 nəfər yoxdur da. Kifayət qədər şəxs var. Və hamısından da bir-bir soruşub deməyəcəklər ki, qardaş, ay müəllim, ay sənətkar, sənin nə vaxt boş vaxtın var, ona uyğun, oyun gününə düşür, düşmür, sənin bugün işin var, yoxdur. Yəni bu ən azı bir 10-15 nəfərlik bir heyətdir də İcraiyyə Komitəsi, düzdür? Hamısından bir-bir zəng eləyib soruşmayacaqlar ki, AFFA rəhbərliyi tərəfindən ki, sənin bugün işin var, bugün iclas eləmək istəyirik. Öncədən bəlli olan... da düşürsə İsmail, yəni oyun gününə düşəndə baş məşqçi nə qədər də sən istəyirsən İcraiyyə Komitəsinin üzvü olacaqla oyun günü Qurban müəllim olmasa Qurban müəllim onu deyir də. Deyir mən komandamı tərk eləyə bilmərəm. Səhər məşqində yanında olmalıyam. Yəni məşq bitir komandanın yanında olmalıyam. Bu tərəfdən baxmamışdım mən. Başa düşüləndə indi onlar da yaqın ortada federasiyada bilir. Qardaşlar, mənim mövqeyimi bilirsiniz. Hal-hazırda mən misal üçün tək sənin mövqeyin deyil hamısı. AFFA-nı Azərbaycan futbolu üçün hal-hazırdakı durumda yararsız bir qurum hesab edirəm. Niyə görə? Çünki yəni hal-hazırda sadəcə boş-boş danışmaqlardır. Yəni nəticə olandan sonra tək ki mən çıxım, efirdə deyim ki, necə indiki söhbətdə iradımı bildirdim Qurban Qurbanovun gəlməməyi barəsində. İsmail mənə argument verdi, eks-argument, kontra-argument, əstəğfurullah. Yəni razılaşdım. Mən öz aşıbqalarımı qəbul eləyə bilən adamlardanam. Sadəcə, yəni hal-hazırda məncə oradakı insanlar prosto otururlar, görüşürlər, söhbət edirlər, ayın axırı gəlirlər, maaşlarını alırlar, çıxıb gedirlər. Maliyyə hesabatı da açıqlanıb. Maliyyə hesabatı barəsində də mənim bir sualım yaranıb. Bilirəm o suala heç kim cavab verməyəcək mənə. Amma yəni o sualı verə bilərəm istəyirsinizsə, əziz dostlar. Və baxın, bu maliyyə hesabatı hər il verilir AFFA-da. Hər il verilir. Bütün qurumlarda verilir. Yəni söhbət AFFA-dan gedir. Biz indi Azərişığı müzakirə eləmirik ki burada. Deməli AFFA 2023-cü ildə bu gəlirləri saymıram mən, amma bu maaşlara xərclənən pul 3 milyon nə qədərsə idi. 3 milyon nə qədər. Bu əstəğfurullah heç kimin maaşını saymıram.
Heç kimin maaşı. Kim nə qədər qazanır halal xoş. Amma onun qarşılığını vermək lazım. Yəni mənə kimsə yaxınlaşıb deyəndə ki, sən nə qədər qazanırsan, mən rəqəmi dedim, demədim önəmli deyil. Ən vacib bir söz nədir? Mən biləm ki, mən o pulu alın təri ilə qazanıram. Bəli. Mənim illik çıxış elədiyim konsertləri, yəni millinin oyunlardan fərqli olaraq cəmaət orada doğrudan gülür. Yəni lağa qoyub gülmürlər bizi. Sözüm onda deyir. Deməli 23-cü ildə 3 milyon nə qədər idi? 25-ci ildə bu açıq mənbələrdən götürdüyüm rəqəmlərdir ya. 25-ci ildə 6 milyon nə qədər? Yəni bu 2 qat artıb. Bu nə deməkdir? Sadəcə mənim sualım nədir? Bu AFFA-nın işçilərinin sayı ümumiyyətlə 2 qat artıb ki, əvvəl az idik, çatdırmırdıq, indi çoxuq görürsüz, möhtəşəm iş görürük. Ya da ki, ola bilər premiya kimi verilib ki, misal üçün 23-cü ildə Azərbaycan yığması tutalım 550-ci yerdə idi. İndi çıxıb 445-ci yerə çıxartmışıq bunu. Misal üçün 100 ona görə premiya. Bilmirəm, bunun səbəbini kimsə mənə açıqlasa çox sevinərdim, amma bilirəm ki 150-ci yer deyəndə sən Afrikadakı qəbilələri də hesablayırsan. Mən Yasamaldakı məhəllələri də hesablayıram qardaşım. Yəni bu insaba ora doğru geyri. Yəni Allah hamının canını sağ eləsin. Biləm bu danışıqdan sonra 100 milyon faiz əminəm ki, yenə zənglər gələcək ki, siz niyə görə belə eləyirsiniz? Qardaşım, mən sual verirəm. Açıq mənbəyə rəqəm qoymusunuz. Mən sualı verirəm. Sözbə qüvvə, AFFA'nın baş katibi də həmin o iclasda iştirak elədi. Təbii ki, fikirlərini bildirdi. Cahangir Fərəcullayev maraqlı fikirlər səsləndirib. Alik deyib ki, bir sözlə hər şeyə sıfırdan başlamalıyıq. İnanırıq ki, qəbul edilən strategiya ilə ölkə futbolu yaxşı nailiyyətlər əldə edəcək. İnkişaf strategiyasını fəaliyyət planına çevirməliyik. Bunu güclü kadrların işə cəlb edilməsindən başlamalıyıq. Çünki AFFA-da kadr çatışmazlığı var. Bir dəqiqə, üzr istəyirəm. Hələ kadr çatışmazlığı var, bu qədər pul xərclənir. Bu kadrlarda gəlsə nə qədər hesabat olacaq? Şeydir, Cahangir qardaşıma müraciət eləmək istəyirəm. Yəni siz Ştokçekagdanın oyunçususunuz, sizin intellektual səviyyəniz normal insandan qat-qat yuxarıdır. Qat-qat üstündür. Yəni hamımız çox gözəl bilirik ki, kimsə yeni bir yerə gəlibsə, ən rahat strategiya nədir? Gəlib alınmırsa heç nə və 1 il, 2 il oturursan, sonra deyirsən ki, biz sıfırdan başlamalıyıq hər şey. Yəni sıfırdan necə? Sıfırdan sıfırdan başlayıb. Sıfırdan başlamaq siz nəyə deyirsiniz? Azərbaycanda futbolu ümumiyyətlə ləğv eləyək, yenidən başlayaq, yeni doğulan uşaqlardan başlayaq. Yoxdur elə şey. Onda hər gələn məşqçi gəlsin çünki mən sıfırdan başlamalıyam. Sıfırdan başlamalıyam nədir? Bütün yığmanı yığışdırın. Yeni oyuncular tapın mənə. Yoxdur, belə söhbət yoxdur, qardaşım. Yəni, siz başqa dünyada yaşayırsınız, biz başqa reallıqda yaşayırıq. Yəni, açıq etiraf eləmək lazımdır ki, yəni mən nə edərdim sizin yerinizə olsaydım? Çıxıb deyərdim, qardaşım, vaxt verin. Da biz bunu eləməliyik. 30 ildir veririk. Yox, öz 3 il vaxt istəməyiblər. 3 illik proqramla çıxıblar. 5 il dedilər, sonra 3 il dedilər. Vaxt verin, 5 ildən sonra nəticə olmasa, mən çıxıram sizin qabağınıza, deyirəm ki, niyə görə alınmadı? Niyə görə alınmadılar? Winston Churchill'in söhbətinə döndü. Winston Churchill ağsaqqal idi o vaxt. Demişdi ki, yaxşı politik, yaxşı siyasətçi şeyi bacarmalıdır. Deməlidir ki, 5 ildən sonra nə baş verəcək? Və 5 ildən sonra başa salmalıdır ki, niyə görə bu baş vermədi? Ən vacib qərarlardan fikirli tamam. Yəni bu şeydir, sıfırdan başlamalıyıq. İndi sabah misal üçün bizim verilişin reytingi düşsün aşağı, yeni aparıcı gətirsinlər ki, mən burada misal üçün 5 minə alıram, yeni adam gətirsinlər 10 minə ya da 15 minə. O da gəlsin, mən reytingi qaldıracağım, gəlsin, otursun, görsün, reyting gedir, eyni davam edir. 1 ildən sonra cəmaatın qabağına çıxsın. Bilirsiniz necədir? Biz sıfırdan başlamalıyıq. Mən bu stolu mən qoymamışam bura. Sən mənim canım. Yəni bir cəmaat uşaq deyil də. Yəni biz sıfırdan Yenə deyirəm, sıfırdan nədir? Bütün pokoleniya yığışdırır, bütün futbolçularımızı yığışdırırıq. İnfrastruktur yoxdursa, qardaşlar, bu maliyyə hesabatları, AFFA-nın maliyyə hesabatları göz qarşısındadır.
uzun illərdir AFFA-nın gəliri yəni 30 milyondan aşağı yadımda deyil də axırıncı dəfə nə vaxt olub. Hətta keçən il 44 milyon olub. Yəni bu illərdir bu milyonlar hara gedib bu infrastrukturumuz yoxdursa. Mən inanıram. Santuş cimlərin ciblə. Mən inanıram. Santuş hələ bizdən çox maaş alır. Santuş Minimum 2 milyon olur. nə qəpik quruş alır o. Ha, qəpik quruş. 2 paçka şirvan, 2 paçka şirvana işlər. İşlərin çörəyi. Ala yox 1 milyon zad alar o. Yəni 7 manat 20 qəpik işıq pulu gəlib şirkətlər ödəyim. İclasda ən vacib qərarlardan biri ondan ibarətdir ki, 30 milyon ayrılacaq yenə də klublara. Amma bu 30 milyon büdcə 12 komanda arasında bölünəcək. Bu isə deməkdir ki, artıq klubların hər birinə 3 milyon manat deyil, 2 milyon yarım. 2 yarım sayılır. Veriləcək. Təbii ki, bəzi klublara ciddi şəkildə təsir edəcək o ortabab və nisbətən zəif komandalara. Çünki o 500 min manat ki var, onlar üçün çox vacib bir pul idi. Görünməyəcək bu, təbii ki, ciddi şəkildə hiss olunmayacaq Qarabağda, Sabahda, Neftçidə. Burada bilsən nədir? Bəlkə də Zirədə. Amma yenə deyirəm, mənim subyektiv fikrimdir. Burada biz Azərbaycan sayağı elədik. AFFA, daha doğrusu, yox, 30 milyondur, 10 komanda idi, 3 milyon verir. Eyni qalardı. Bir saniyə. Onu da verərdin, yəni ki, ona. Bir saniyə. Bu 30 milyonu 10 komandaya bölürük. Burada nə var? 3-3 böldük. 12 komanda götürüb bölük. Bunu əslində məncə daha ədalətli necə olar? Misal üçün, Qarabağdır, Neftçidir, Sabahdır. Yəni büdcəsi böyük olan klublara prosta oturub başa salmaq lazım idi ki, qardaşım, yəni klublar var, ehtiyac var. Səbail kimi klub. Misal üçün. Gəl onların pulunu kəsməyək. Qəbələ gəlir. Qəbələ gəlir. Gəl onların pullarını kəsməyək. O Nidastaçı var arada. Siz 4-5 klubun arasında bölüşdürək. Çünki sözümü bir dənə çatdırım. Yəni bu sadaladığım klublardır, Neftçidir, Qarabağdır. Onların nəqdi biləm ki, ikisinin də büdcəsi 20 milyondan artıqdır illik. 3 milyondan artıq nəyinə cibinə Yox, demirəm. Nə olacaq? Ziyanına gedəcək? Ziyanına gedəcək söhbəti deyirəm. Getmir. Razılaşacaq ya Alek. Mən onu sual vermək istəyirəm. Onda deməsinlər ki, biz Azərbaycan futbolunun inkişafı üçün nəsə eləyirik də. Onun üçün bir dənə yolu var da. 2 klub üçün də əlavə bir 3 milyon ayır da. Yox, səndə 6 milyon maaş verirlər. Söhbət olur. Nə 3 milyon olur? Sən dəlisən? Mən onu demək istəyirəm də, yəni o sən dediyin o 3 milyon ona 9 milyon. 9 milyon da gələn ilin maaş büdcəsidir hər halda. Yox, AFFA ilə bədxərclik eləməzsiniz. O sən deyən variant hansı ki, klubların özlərinin sponsorları var. Qardaşım, tapmaq olar. Sən dediyin variant var ya o. Həll eləmək olar. Hər şey eləmək olar. O sən dediyin variantı yəni bu iclasdan nə müsbət bir nəticə çıxarmaq olar ortaya. Yenə oturdular, yığışdılar, söhbət elədilər. Ki qoyulan strategiyadan sonra neçə illikdir? 5 illikdir. 5 ildən sonra söhbət eləyərik də. O 5 illərdən biz nə qədər görmüşük ya Ruslan? İndi təzə rəhbərlikdir də qardaş. Buna heç nə demək olmaz. Heç nə. Təzədirlər, vaxt vermək lazımdır da. 5 ildən sonra o bir rəhbərlik gələcək. O da deyəcək, sıfırdan başlayırıq. Hələ biz bilmirik axı bunlar nə edir. Rövşən Nəcəf də yaxşı. Ən azından strategiya qurublar, ən azından planları qurublar. Biz seçmə mərhələdə 3-cü, 5-ci yeri tuturuq və bunu uğurlu nəticə sayırıq, amma belə olmalı deyil. Gələn kimi divizyona D divizyonuna düşdüyə biz artıq 3-5 nədir? Heç onu da 3-5 deyil. İndi bir söz deyim. Əslində mən 100% Rövşən Nəcəflə razıyam. 100% razıyam. Yəni bu 3-cü, 5-ci yerlər bizi qane eləməməlidir. Amma Rövşən müəllim, biz ən azından nəsə xal toplayırdıq. Bilirdik ki, heç olmasa hipotetik də olan olsa da, yəni kiminləsə bu bir komandanı üstələyə bilirik. Ola bilər 3-ə qalxaq, ola bilər 5-ə düşək, nəsə intriqa var idi. Amma hal-hazırda təəssüflər olsun, biz yəni Avropa futbolunun dibindəyik. Əvvəl belə deyil idi, əvvəl nəsə ümid var idi. Yəni oturub nəsə şey nə eləyirdik. Yəni yenə deyirəm, mən razıyam. Bu 3-cü, 5-ci yer üzərində mübarizə getməməlidir. Amma uzağa getməyək, gəlin Özbəkistana baxaq. Özbəkistan yığması dünya çempionatının bir addımlığındadır. Niyə görə? İnfrastrukturu və inkişafı düzgün qurur. İnfrastrukturdan söz düşmüşkən AFFA idman qurğularına 2 milyon manatdan çox vəsait ayırıb.
2024-cü ildə. Bilmirəm vallahi. 2 milyon 445 min. Demək olar ki 2 milyon yarım. Hə, ayırmısınız, Allah canınızı sağ eləsin. Nəticə göstərin də bizə də. Bir akademiyalara falan qədər Nəticə necə göstərsin Alex? Sən deyirsən belə qardaş, infrastruktura stadion tikməyinə bundan qabaq Mingəçevirə getdilər, Yevlağa getdilər. tikilib stadion Mingəçevirdə. Düzəltməyə bax. Qardaşım tikilir stadion. Maliyyə ayrılırlar ki. Qardaşım sual şey demirəm. Misal üçün bağışla. Hansısa stadion, Xankəndidə stadion, şeylər, təmir işləri gedir. Hə, bu nədir? Nəticə. Çox gözəl. Mən heç nə demirəm. Amma mənə deyəndə ki, mən uşaq futbolunun inkişafına falan qədər pul xərcləmişəm büdcədən. Mən soruşuram, bizim hansı uşağımız inkişaf edir? O heç, onu demirəm, infrastrukturdan deyirindi İsmail. İnfrastruktur yaxşıdır, mənim sözüm yoxdur. Uşaq da inkişaf eləməkdən ötürü mənim əzizim. Bunun məşq eləməyə üçün yeri olmalı da, bu stadion örgəlməli də. Ona görə stadionları artırırlar, stadionu düzəldəcək, qardaş. Stadionun olandan sonra da sən o uşaq ora girəcək, məşqini eləcək. Mən sənə bir dəqiqə deyəm, bir dənə söz deyim. İstər Maqsud Adıgözəlov olsun, istər İcraiyyə Komitəsinin digər üzvləri olsun, istər Rövşən Əcəf olsun. Bu qərarın doğru olduğunu bildirirlər və deyirlər ki, əgər yerli futbolçularımız rəqabətə davamlı olmayacaqsa, oynamayacaqlarsa, onda biz hansı millinin uğrundan danışa bilərik? Yerli futbolçu necə rəqabətə davamlı oynasın ki, əgər oynamayacaqsa və necə başqa klubların, başqa çempionatların maraq dairəsinə düşsün? Oynamalıdır da bu uşaq, düzdür? Bəli. Oynamayandan sonra necə maraq dairəsinə düşsün? Necə rəqabətə davamlı olsun? Mən indi bu qərardan sonra o top komandalar, Qarabağ, Neftçi, Zirə, Sabah yerli futbolçulara şans verəcək? Yox. Burada pullar yuyulacaq, pullar xərclənəcək, pullar milyonlar göyə sovrulacaq legionerlərin gətirilməsi istiqamətində, keyfiyyətsiz legionerlərin gətirilməsi. Yəni yerli futbolçular həmin o legioner futbolçuların yanında nə edəcək? Heç oynaya da bilməyəcək. Mən bayaq dediyim kimi təcrübə də qazanmayacaq, gələndən də heç nə öyrənməyəcək. Yəni bizim deməyimiz budur da. Yəni yalandan boş-boş vədlər verməklə biz fərqli Hərənin özünün öz fikirləri var. Ali başqa cür fikirləşir, öz subyektiv fikrini irəli sürürsən, öz fikrini irəli sürürsən. Mən indi məsələn köhnə futbolçu kimi, indi məşqçi kimi, yəni mən özüm də öz belə subyektiv fikrimdir da. Yaxşı, yerli futbolçusan, indi oynayırsan Azərbaycan çempionatında. Sənə bu qərar necə təsir eləyərdi Ruslan? Söhbət onu gətirirəm də qardaş. Yəni o nə olsa futbolçular olacaq. Futbolçuya bir də azarkeşə. Arada infarkt olan bizik. Azarkeş bilsən necə? Azarkeş ola bilərsən, daha səviyyəli legioner gətirəsən və sənin komandan daha uğurlu çıxış elə və səni sevindirə. No sən orada o oyundan sonra, qutarandan sonra, qələbədən sonra məsələn orada biri var Ruslan, Ələkbər, buraya, əllər havaya. Bir də var qayda ki, Mamadu, buraya, əllər havaya, nə bilim, Bamba, buraya. Sən Azərbaycan dilində danışmayacaq. Ya gəlib sən nəsə bir fikrini bildirə bilməyəcəksən. Sən bunu futbolçu kimi deyirsən. Yox, mən səninlə razıyam, amma sən futbolçu kimi deyirsən. Sən bu dediyin mərhələnin bir addım önünə baxa bilmirsən. Ondan əvvəl baş verən nədir? Misal üçün, elementar olaraq həmən AFFAdan söhbət gedir də. AFFAda yəni bu 6 milyonluq işçi sastavında hər halda bu kommunikasiya deyilən bir atdel şöbə olmalıdır. Marketinq şöbəsi, bilmirəm hansı şöbələr şeylə məşğuldur. Azarkeşin oyuna cəlb edilməsi. Toplanmasının. Bəli. Nəticə hanı? Yoxdur. Mənə heç kim burada şey eləməsin, yəni nağıllar davam eləməsin də. Tipo nəticə yoxdur, futbol şeydir. Nəticə yoxdur, görə biz gəlmirik. İstəyirsinizsə, mən sizə göndərim. Yüzlərlə komandalar var ki, pis nəticə göstərir, amma azarkeşi onun yanındadır. Niyə görə? Rəhbərlik o azarkeşi özünə bağlaya bilib. Ya bu qədər özündən uzaq tutmur. Yəni bu yerində mütəmadi görüşlər. Bilirsiniz necədir? Futbol hal-hazırda bizdə o dərəcəyə gedir ki, bu yenə deyirəm mənim şəxsi subyektiv fikrimdir. İstisnalar var mənim fikrimdə. Deyəcəm istisnaları. Amma məndə hələ təəssürat yaranır ki, futbolu o dərəcə çatdırmaq istəyirlər ki, futbola gələn olmasın, bir qrup insanlar olsun, yəni İsmail 100 nəfər adam yığ, gəlib qışqırarsan kamera səni çəksin, yəni başımız ağrımasın.
Yəni heç kim gəlib heç nə istəməsin, heç kim gəlib heç nə tələb eləməsin, heç kim oyundan sonra gəlib oyunçulara sual verməsin ki, qardaşım siz niyə görə oynamırsınız? Mən misal üçün bu boyda yolu gəlirəm. Mən özü bilirsiniz də bizdə indi düzəlir. Yəni biz baş sözü və qüvvət millinin oyunları zamanı azarkeşin etirazını görməmişdik də uzun müddət, düzdür? O son hadisədən sonra yoldaşlıq Ümumiyyətlə maçından Azərbaycanda sonra, son illərdə Nəriman Axundzadəyə, Toral Bayramova o bir azarkeş var idi. Yəni belə etiraz, belə ciddi O tək narazılıq şey yox var. idi, görünmürdü. Artıq bu da partladı. Yavaş-yavaş partlayır, amma bir nəfərlə partladı da. Bu toplum şəkildə partlamalıdır ki, bu qurum AFFA rəhbərliyi hiss eləsin ki, Azərbaycanda futbolu sevirlər, ölkədə belə bir idman növü var və bu idman növünün inkişafı üçün nəsə eləmək lazımdır da. Yalandan o başdan soğudu sənin sözünə qüvvət. Amma 100 nəfər, 50 nəfər, hal-hazırda 30 nəfər orada. bizim qarşımızda fakt qoyublar ki, Azərbaycanda AFFA-dan başqa futbolu sevən və futboldan futbolu ən başa yaxşı çıxan elə yoxdur. bilənlər də olardı Gedib orada. Premyer Liqaya